Salam əziz oxucular, Unik Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanası mövcud kitab fondunun fəal təbliği və oxuculara xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən çox oxunanlar, yeni və daha çox soruşulan kitablar adlı layihəsini yeniləyərək Kitab Bələdçisi adı altında sizin görüşünüzə gəlmişdir. Təqdim edəcəyimiz kitablar təhsil, iqtisadiyyat, politologiya, ekologiya, logistika və informasiya texnologiyaları kimi aktual sahələri əhatə edir. İlk olaraq Azərbaycan Respublikası Təhsil İnstitutunun seriyası ilə nəşr edilmiş kitablarla tanış olaq. Fondumuza daxil olan bu nəşrlər təhsil sahəsində müasir yanaşmaları, idarəetmə və qiymətləndirmə məsələlərini, eləcə də informasiya texnologiyalarının müxtəlif istiqamətlərini əhatə edir. Ümumi təhsildə innovativ layihələrin tətbiqi, tədqiqatlar və nəticələr kitabı, ümumi təhsil sistemində innovativ layihələrin tətbiqi və onların nəticələrinə həsr olunmuş elmi praktik nəşrdir. Şuşada Məktəb və Pedaqoji Fikir adlı vəsait isə Şuşanın təhsil tarixi və pedaqoji mühitindən bəhs edən dəyərli mənbədir. Leyla Abbaslı'nın təhsildə qiymətləndirmə kitabı təhsil prosesində qiymətləndirmənin nəzəri və praktiki əsaslarını təqdim edir. Gülnar Cəfərovanın təhsildə idarəetmə əsəri isə təhsil müəssisələrinin idarə olunması ilə bağlı aktual məsələləri işıqlandırır. Müəllifləri Ağayev və Məmmədov olan Proqram təminatının inkişafı və bulud hesablamaları kitabında proqram mühəndisliyi və müasir bulud texnologiyalarına dair faydalı məlumatlar təqdim edilir. Əskər Məmmədlinin Datalogiyaya giriş və süni intellekt əsəri isə məlumatların emalı və süni intellekt texnologiyalarının əsaslarını öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Bu seriyadan olan sonuncu nəşrimiz müəllifləri Həsənov və İlyasov olan təchizat zəncirlərinin idarə olunmasına giriş kitabında logistika və təchizat zəncirlərinin effektiv idarə edilməsi sahəsində vacib olan biliklər toplanmışdır. Təhsil İnstitutunun nəşrlərindən əlavə informatika sahəsinə aid fondumuzda olan daha 2 kitabı diqqətinizə çatdırırıq. Birinci nəşr müəllifi Kəmalə Əliyeva olan Süni İntellekt adlı dərs vəsaitidir. Nəşrdə süni intellektin əsas anlayışları, inkişaf mərhələləri, tətbiq sahələri və müasir texnologiyalardakı rolu ətraflı şəkildə izah olunur. Kitab bu sahə ilə maraqlanan tələbə, müəllim və mütəxəssislər üçün faydalı məlumat mənbəyi kimi dəyərləndirilə bilər. İkinci kitab isə Qurbanov və Mustafayev tərəfindən hazırlanmış Excel cibimizdə bütün Excel problemlərinin həlli bir kitabda adlı nəşrdir. Bu kitab Excel proqramından istifadə edənlər üçün əhatəli bir bələdçi olmaqla müxtəlif səviyyəli istifadəçilərin qarşılaşdığı problemlərin həllini praktik nümunələrlə təqdim edir və Excel üzrə tam bir yol xəritəsi rolunu oynayır. Növbəti nəşrimiz İqlim dəyişikliyi və ISO standartları ölkəmizdə və bütün dünyada dayanıqlı gələcəyə doğru adlı kitabdır. Kitabda iqlim dəyişikliyinin ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsirləri, bu təsirlərin yumşaldılması və onlara adaptasiya olunması istiqamətində tətbiq edilən metod və yanaşmalar ətraflı şəkildə təqdim edilir. Eyni zamanda ISO standartlarının dayanıqlı inkişaf məqsədlərinə çatmaqda rolu və praktiki tətbiq imkanları nümunələr əsasında izah edilir. 2025-ci ildə Məmmədova və Məhərrəmovun müəllifliyi ilə nəşr olunmuş İctimaiyyətlə əlaqələr dərsliyi, ictimaiyyətlə əlaqələrin nəzəri əsaslarını, əsas prinsiplərini, kommunikasiya strategiyalarını, media ilə münasibətləri və müasir PR fəaliyyətinin əsas istiqamətlərini əhatə edir. Kitab bu sahədə biliklərin sistemli şəkildə mənimsənilməsi üçün dəyərli tədris mənbəyidir. Digər vəsaitimiz müəllifi Müsəllim Həsənov olan Neftimizin Avropaya uzun yolu, bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri kitabdır. Nəşrdə Azərbaycan neftinin dünya və Avropa bazarlarına çıxış tarixindən bu prosesin siyasi, iqtisadi və geosiyasi aspektlərindən bəhs olunur. Sonuncu nəşrimiz müəllifi Hümeyrə Mustafayeva olan Politologiya adlı dərs vəsaitidir. Kitabda politologiyanın nəzəri problemləri, cəmiyyətdə mövcud olan siyasi hadisə və proseslərin mahiyyəti, habelə müasir tədqiqatların nəticələri öz əksini tapmışdır. Hörmətli oxucular, bu və digər nəşrlərimizlə yaxından tanış olmaq üçün sizi Unik Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanasına dəvət edirik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun.